Salam əziz abituriyentlər. Günlərə qaldığımız yerdən davam edirik. 160-cı suala baxırıq. Klaviaturdan daxil edilən sətirdəki A simvollarını ardıcıl ən çox sayını çap edən proqramı Python dilində yazın. Tutaq ki, belə bir sətirimiz var. Həmin bu sətirdə A simvollarını ardıcıl ən çox sayını istəyir. Mən buna nə edərəm? Bu sətrə bir dənə B-yə görə split verərəm. Yəni bu B-yə görə bunu böləcək. Olacaq A. Sonra B bir boşluq sətri. Sonra yenə A. Bu formada B-yə görə bir siyahı yaradacaq. Siyahı yaradandan sonra bir dənə başlanğıc olaraq mən buna bir qiymət verəcəm. Yəni başlanğıc olaraq əlimdə heç bir şey yoxsa bunu bir sıfırla başlayacağım. Sonra həmin bu siyahıya bir baxacağım ki, hansında bu sıfırla başlayacağım, həmin o elementləri bir müqayisə eləmək. Əgərləri sıfırdan böyükdürsə, onda bu m sıfırdan da deyil, bu A-nın sayı ilə əvəz edəcəm. Yəni sətir tipində də olduğuna görə biz hansı metoddan istifadə edəcəyik? Len metodundan istifadə edəcəyik. Nəyin uzunluğu? Bu siyahının uzunluğu. Gəlin başlayaq. Yəni tutalım ki, S bərabərdir input bir siyahı bir sətr daxil edirəm. Ondan sonra bu siyahını sətri split edirəm. Nəyə görə? B-yə görə. Baxın, burada bir siyahı verilib, sətr verilib. Bax, bu sətrə uyğun. Onu nə edəcəm? Split edəcəm. S split və B. Sonra bir dənə ən böyük, ən uzun hissədə max yazın. Max bərabərdir 0. Sonra for in nə? C. C. Buna bir gələcək. For in C. Sonra gəl deyəcək, əgərləri len i'yə bir müraciət edir və uzunluğu max'dan böyükdürsə, onda max bərabər olsun i'yə. Bu i'də nədir? Misal üçün A-nın uzunluğunu tapmaq lazımdır. Ona görə biz bunu neyik? Len i yazıq. Len i yazıq. Və print axırda da nəyi? Max'ı yenə çıxartsın. Burada necə yazılıbsa onu yazsın. A, 3 dənə B. A, 3 dənə B. Sonra 3 dənə A, 1, 2, 3, bir dənə B. Baxın, 3. Mənə nəyə çıxartdı? Print 3'ü çıxartdı. Baxın, gördünüz ki. Hətta bunu burada bax bu şəkildə də yazıb sizə göstərə biləyim. Print C yazsam sizə siyahını göstərmiş olarıq. Yəni run edirəm. 2 dənə A idi. 3 dənə B, 3 dənə A, sonra B, C. Baxın, bu formada da siyahım olur bu formada. Sonra B'ləri yine de sıfırlığı ayırdı, sildi və A'lar bir də nə qaldı? C qaldı. Bunun uzunluğu 2'dir, bunlar heç və ən axırda uzunluğu da nəyə bərabər oldu? 3'ə bərabər olmuş oldu. Keçirik növbəti sualımıza.
161-ci sualda klaviaturun daxil edilmiş en sətri yalnız 0 və 9 rəqəmlərindən ibarət bir şifrədir. Bir dənə klaviaturadan şifrə daxil edirik. Həmin şifrədən yalnız 0 və 9 rəqəmlərindən istifadə olunur. Şifrədə istifadə olunmayan rəqəmləri və onların sayını çap edir. Misal üçün, bir şifrə yazmışam, baxın, belə bir formada. Burada 0-dan 9-a kimi rəqəmləri daxil edəndə baxıram ki, bu şifrənin içərisində yoxdur, 5 yoxdur, 6 yoxdur və 7 yoxdur. Və bunların da deyirik nə etsin? Sayına çıxartsın. Yəni, gəlin bunu proqramda yazdıqca nazirlik. N bərabərdir input. Yəni, mən nə edirəm? Klaviaturadan şifrəmi daxil edirəm. Və həmin o şifrənin olmayan elementləri bu siyahıya əlavə etməliyim. Sonra deyirəm ki, for in hansı rəqəmlər? 0, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu rəqəmlərə müraciət edirəm. Əgərləri bu rəqəm yoxdursa B-də, bir dəqiqə, B-də yox. B-yə əlavə edəcək. Əgərləri bu i'lər bu n-in içərisində yoxdursa, bəli, əgərləri bu i bu n-in içərisində yoxdursa, tam ki 0-ı götürdüm. 0-cı element n-in içərisində yoxdursa, ona əlavə etsin nəyə? B siyahısına. B, apple, əlavə edəndən sonra ən sonda print B-ni çap eləsin, yəni B yazsın və len B sayını da məndən istəyirdi. B. Çalışdıraq baxalım. Misal üçün, buradakı 0408. Sonra 93, 23, 12. 93, 23, 12. Baxın, 5, 6, 7, neçə dənə? 3. 3 element nədir? Burada yox. Keçirik nəyə? Növbəti sualımıza.